Salam, hər vaxtınız xeyir olsun. Murad Rəşidovun ədəbiyyat test vəsaitindən növbəti bölmənin izahına baxacağıq bugün. Bilirəm ki, bu vəsaitdən olan izahlarımı səbirsizliklə gözləyənlər var. Bugün sizlərlə birlikdə İsmail Şıxlının seçilmiş əsərlərinin testlərinə aid olan izahlara baxacağıq. Birinci sual. İsmail Şıxlının Dəli Kür əsəri ilə bağlı uyğunluğu müəyyən edin. Doğrudur. Xalqımızın azadlığı uğrunda apardığı mübarizədən bəhs edilir. Burada belə bir mübarizə yoxdur. Yəni, xalqın azadlıq uğrunda apardığı mübarizəyə toxunulmayıb. Fikir yanlışdır. Əsərin adı bədii təsvir vasitəsi kimi simvoldur. Bəli, ümumilikdə Dəli Kür adı simvoldur. Ayrılıqda dəli ifadəsini biz, Dəli Kür anlayışında dəli ifadəsini iptit götürə bilərik, amma birlikdə Dəli Kür, yəni əslində Cahandar ağanı ifadə edir. Onun da Kür kimi coşqun olduğunu, təbiətinin, xarakterinin coşqunluğunu ifadə edir. Deməli, ifadə doğrudur. Əsərin mövzusu xalqımızın qəhrəmanlıq tarixindən götürülmüşdür. Bu da yanlışdır. Yəni, əsərin mövzusu heç də belə deyildi. Yanlışın altına yanlış, amma uyğunluq gözlənilib. Ağır güzəran keçirən insan obrazları yer almışdır. Bu doğrudur. Yəni, əsərin özündə də görürük ki, gəmiçi ailəsi var idi və digərləri, yəni ağır güzəran keçirən insanlar var idi orada. Doğrudan doğru 2, yanlışdan yanlış 3. Cavab oldu B variantı. Dəli Kür əsəri ilə bağlı uyğunluğu müəyyən edin. Əsərdə baş verən hadisələr bir ailənin çərçivəsində, bir ailə çərçivəsində verilmişdir. Bu yanlışdır. Çünki bir ailə çərçivəsində, yəni Cahandar ağanın ailəsində baş verən hadisə sonra geniş vüsət alır. Keçir artıq ictimai mahiyyət daşıyır. Yəni bir ailə çərçivəsində yox, bütün cəmiyyəti, ətrafı əhatə edən bir məsələyə çevrilmiş olur. Roman güclü müasirlik duyğusu ilə yazılmışdır. Bəli, hal-hazırda da müasir dövrümüzdə həmin problemlərlə, yəni qarşılaşa bilərik. Cahandar ağanın peşman olduğu problemlər və digərləri. İndi də müxtəlif formada bu hadisələr bizim qarşımıza çıxır. Deməli, müasirlik duyğusu ilə yazılıb. Əsərdə qoyulan bir çox problemlər yaxın keçmişin hadisələri ilə səsləşir. Bu ifadə doğrudur. Yaxın keçmişdə yəni yazılmış əsərdir. Xalqa münasibəti çarizmin iqtisadi mövqeyinə əsasən dəyişən obrazda yer almışdır. Birinci burada çarizm ifadəsinə diqqətli olaq. Testlərin bir qismində məsələn sizə bu əsərlə bağlı Sovet ifadəsi təqdim edilə bilər. O yanlışdır. Çünki Dəli Kür əsərində, yəni həmin o cərəyan edən hadisələr Sovet dövründə yox, Çarizm dövründə, Çar Rusiyası dövründə cərəyan edir. Yəni bura qədər bu hissə doğrudur Çarizm məsələsinə görə. İqtisadi mövqeyinə əsasən dəyişən obraza da yer verilmişdir. Deməli, ifadə doğrudur və bizə lazımdır uyğunluq. Doğrudan doğru 2-ni, yanlışdan da heç nə götürə bilmirik. Cavabımız olacaq E variantı, yəni təkcə 2. Dəli Kür əsərində müdrik yazıcı uzaqgörənliklə xalqı xəbərdar edirdi. Nöqtələrin yerinə yazılan fikirləri müəyyən edin. Yəni, İsmail Şıxlı xalqı nədən xəbərdar edirdi? Vətənin, torpağın, xalqın taleyi həll edilən zaman milli birlik olmalıdır. Bəli, Cahandar ağa və onun tərəfdarları. İqtidar müxalifət olmamalıdır. Bəli, bu da doğrudur. O da çarizmin siyasətinə qarşı olan o hissədə, meydanda toplaşırlar insanlar, orada özünü göstərir. Tayfabazlıq söhbəti olmamalıdır. Bəli, İsmail Şıxlı orada göstərir ki, Molla Sadıqın tərəfdarları var, Cahandar ağanın tərəfdarları var və hər bir tərəfdar qrupunun rəhbərinə o tərəfdarlar xüsusi hörmət bəsləyirlər və sırf həmin adamın dediyi ilə oturub dururlar. İsmail Şıxlı göstərir ki, əslində belə olmamalıdır. Yerliçiliyə yer verilməməlidir. Yerliçilik ifadəsi burada müəyyən mənada yanlış olacaqdır. Çünki hər biri nəticə olaraq Azərbaycanlıdır. Yerliçilik məsələsi elədir. Burada məsələn yerliçilik yox, dinçilik fərqini qeyd edə bilərik. Məsələn, Əhmədi orada ittiham edirdilər ki, sən xristiansan. Yəni, müəllif burada əgər salsaydı ki, dinçiliyə, din ayrılığına yer verilməməlidir. Onu götürmək olardı. Çünki əslində Əhməd özü müsəlman idi, amma xalq tərəfindən hər dəfə xristian olaraq sıxışdırılırdı o. Belə. Burada doğru fikrimiz olacaq 1, 2, 3. Cavab A variantı. Dördüncü sual. İsmail Şıxlının Dəli Kür əsəri ilə bağlı səhvi tapırıq. 10 ilə yaxın müddətdə yazılıb. Bəli, bu ifadə doğrudur və əsərin mövzusu 19-cu əsrin ikinci yarısında Azərbaycan kəndində gedən o hadisələrdən, o çarizmi müstəmləkəçilik siyasətinin faciəli nəticələrindən, yəni bəhs edir. Bu da doğrudur. Bunların hər ikisi doğru. Növbəti, xalqın tarixi taleyinin əks olunduğu əsərdə çox şaxəli sujet və kəskin konflikt var. Bəli, bu da doğrudur. Dərslikdə təhlil hissəsində yazılan ifadələrdir və roman olduğu üçün çox şaxəli olmağı da təbii ki, uyğundur. Romanda sinfi münasibətə yer verilmir. Baxın, elə yanlışımız buradadır. Çünki Cahandar ağanın o kasıb gəmiçi ailəsinə olan münasibətində bu təbəqələşmə, sinifləşmə özünü göstərir. Gərgin toqquşmaların təsvir edildiyi romanın sujeti və konflikti ilk növbədə güclü xarakterə malik Cahandar ağa və onun ailəsinin taleyi üzərində qurulmuşdur. Bəli, bu ailənin taleyinin üzərində qurulub və
amma ailə çərçivəsində qalmır, daha da vüsət alır, genişlənir, ətrafı da əhatə etməyə başlayır. Deməli, ifadə doğrudur. Keçdik 5-ci suala. Dəli kür əsəri ilə bağlı nöqtələrin yerinə yazıla bilməz. Mələk. Cahandar ağanın arvadıdır, doğrudur. Şamxalın qarşısında qətiyyətlə dayanır, bəli, doğrudur. Deyir ki, vur da, nə dayanmısan, vur. Bu da doğru. Sonra yun başlıqdan ot tayasına od vuranın keçmiş həyat yoldaşı olduğunu tanıyır. Bu da doğrudur. Qışqırır orada, deyir onundur. Yəni Allah yarın. Cahandar ağanın qarşısında Şamxalı müdafiə etmir. Bu yanlışdır. Deyir məni vur öldür. Çünki deyir mənəm günahkar. Və bu hər iki qadının dilindən deyilən ifadədir. Məni vur öldür. Cahandar ağanın əlindən qadınlar oğlanı Şamxalı xilas etmək istəyirlər. Bu zaman həm Zərnigar, həm də Mələk atılır kişinin ayaqlarının altına. Orada yalvarırlar ki, məni öldür, yəni oğlana dəymə. 4 yanlışdır, mələyə aid deyil. Cahandar ağanın evinə düşən təsadüfi nifaqın səbəbidir. Bu da doğrudur, bəli. 4-ü cavab olaraq götürdük. Klass yeri tamamlayın. Ziddiyyətli obrazlı Cahandar ağa, bəli. Klass yerdəki fikir doğru olduğu üçün bizə lazımdır doğru fikirlər tamamlamağımız üçün. Milli xarakteri dolğun şəkildə təcəssüm etdirir, bəli. Keşməkeşli həyatı, qarşılaşdığı maneələr şəxsi mahiyyət daşıyır. Şəxsi mahiyyət daşımırdı. Bu, birbaşa artıq ictimaiyyətlə, cəmiyyətlə əlaqələnir. Şəxsi deyildi. Mələyi qaçırmaqla etdiyi səhvi aydın dərk edir, bəli. Heç kimə deməsə də ürəyində artıq peşmanlıq duyur və fikirləşir ki, mən axı bu qadını qaçırmasaydım, heç Allah yar da məni tanımazdı və mənimlə düşmən olmazdı. Bu var idi. Daxili istirab çəkir, bəli. Rahatlıq vermir bu etdiyi səhv ona. Xalqın adət-ənənələrinə qarşı çıxır, bu yanlışdır. Cahandar ağa əksinə o adətlərin qorunub saxlanılmasında maraqlı olan insandır, bəydir, mülkədardır. 1, 3, 4. Cavab oldu D variantı. Yenə klasseri tamamlayırıq. Cahandar ağa mərddir. Qonaqpərvərdir, bəli. Aleksey Osipoviçi qonaqpərvərliklə qarşılayır. Təkcə Osipoviçi yox, bir çox qonaqlara qarşı, yəni hər zaman qonaqpərvər olduğunu nümayiş etdirir. İgiddir, bu da doğrudur. Bu aydın məsələdir. Əsəri oxuyarkən biz bunu görmüş oluruq. Mənəviyyatı zəngindir, bəli. Sinfi münasibəti nəzərə alır. Hətta belə bir ifadə də var. Cahandar ağa eşidəndə ki, oğlu Şamxal qız qaçırıb və bu qız kasıb təbəqənin nümayəndəsinin qızıdır. Cahandar ağa deyir 3 gün 3 gecə ağzı üstə yatdı. Adət-ənənələrə biganədir, bu yanlışdır. Yəni onların qorunmasında maraqlıdır. 1, 2, 3 cavab oldu A variantı. Cahandar ağa və Molla Sadıq üçün ortaq cəhət götürülə bilər. Bu təbii ki D variantı olacaq. Onların yeganə ortaq olduğu yer və bir də yaşadıkları yer ola bilər. Milli həmrəylik hissi, yəni çarizmin müstəmləkəçilik siyasətinə, o torpaqların qəsb edilməsi siyasətinə qarşı çıxırlar. Milli həmrəylik hissindən hər ikisinin məhrum olmadığını görmüş oluruq. Cavab oldu D variantı. Növbəti nöqtələrin yerinə yazılacaq obrazın ən azı iki xüsusiyyətin aid olanlarını müəyyən edin. Zamanın sərt axarının yaratdığı yeni ictimai siyasi şəraitdə məhvə məhkum olan Cahandar ağa dəli kürün burulğanlı sularında həyata vida edir. Bu təbii ki, Cahandar ağaya aid olan ifadədir. İndi bizdən nə istəyir? Şərti bir daha oxuyaq. Deyir ki, nöqtələrin yerinə yazılacaq bu obraz, yəni Cahandar ağa, ona aid olan xüsusiyyətləri müəyyənləşdiririk. Qarşılaşdığı maneələr zamanın dövrün hökmü ilə baş verir. Bu doğrudur. Yəni həyat belə gətirir ki, Cahandar ağa bunlarla qarşılaşmalıydı. Onun faciəsini şərtləndirən təkcə tarixi hadisələrdə bu yanlışdır. Çünki elə səhvlər var idi ki, Cahandar ağa onları şuurlu etmişdi. Yəni az yaşı yox idi Cahandar ağanın, başqasının həyat yoldaşını götürüb qaçırır. Bunlar artıq tarixi proseslə bağlı deyildi. Bu onun şəxsi səhvləri idi. Yəni birbaşa özündən qaynaqlanan səhvlər idi. 2 yanlışdır. Milli həmrəylik hissindən məhrum olmayıb, lakin yeniliyə qarşı çıxır. Bu da yanlışdır. Yeniliyə qarşı çıxmırdı, əksinə dəstək verirdi yeniliyə. Kasıblara münasibətdə sinfi təbiəti özünü göstərir, bəli, az öncə qeyd etmişəm. O öz evini, ailəsini, torpağını müdafiə etməyə qadirdir. Doğrudur. 1, 4 və 5. Aşağıdakı fikirlər hansı bədii əsərə aiddir? Yəqin ki, bu elə dəli kürə aid olacaq. Gəlin baxaq. Epik növdədir. Ağır güzəran keçirən insan obrazlarına yer verilib. Mövzusu, bayaq qeyd etmişəm bu cümləni. 19-cu əsrin ikinci yarısında Azərbaycan kəndində cərəyan edən mühüm hadisələrdən, çarizmin müstəmləkəçilik siyasətinin faciəli nəticələrini əks etdirən gerçəkliklərdən götürülüb. Əsərin adı rəmzi məna daşıyır, bəli. Cavab E variantı. Uyğunluğu müəyyən edin. Cahandar ağanın ailəsinə düşən təsadüfi nifaqın səbəbi kim idi? Təbii ki, Mələk. Şahnigarın Molla Sadığın tələsinə düşməsi bu deyildi. Yəni, əsas o nifaqın səbəbi Mələkdir. Cahandar ağanın Mələyi qaçırması ola bilər. Yəni, daha dolğun cavab. Burada elə həmin variantı işarələyək. Cavab oldu D variantı. Növbəti. İsmail Şıxlının Dəli Kür əsərində qarşı-qarşıya qoyulur. Namərdlik, mərdlik, bəli, Allah yarın və Cahandar ağanın mübarizəsində, Molla Sadıqla Cahandar ağanın qarşı durmasında biz bu namərdliyi, mərdliyi görmüş oluruq. Yəni, bu qarşı-qarşıya qoyulur bu əsərdə. Qoyulur.
Yoxsulluq, zənginlik bu da qoyulmuş olur. Çünki orada həm təbəqələşmə var idi. Cahangir ağanın və digərlərinin simasında bu da görünür. Müstəmləkəçilik, milli həmrəylik. Milli həmrəylik bəli, təbii ki var idi. Çarizmin müstəmləkəçilik siyasətinə xalqın müqaviməti. Cəsurluq, cılızlıq. Cəsurluq, cılızlıq da bunu da biz hardasa Allahyarla Cahangir ağanın qarşı durmasını da görə bilərik. Ləyaqət, mənəviyyatsızlıq. Bu da təbii ki Molla Sadıqla Cahangir ağanın qarşı durmasında özünü göstərir. Cavab olacaq daha dolğun formada C variantı. Şamxal, qadına əl qaldırmır. Bu yanlışdır. Qadına əl qaldırır. Yəni atası gələnə qədər Şamxal artıq o qadını vurmuşdu. Dərin qürur hissinə malikdir. Şamxalın da bəli qüruru var idi. Hətta bu qürur imkan vermir ki, atasının qabağına təzədən çıxsın. Yəni Cahangir ağanın bir növ Şamxal gəncliyini xatırladırdı ona. O düşüncələr ki var idi, o qisas hissi, yəni bu hisslərdən məhrum olmamaq eyni ilə Cahangir ağada olduğu kimi Şamxalda da var idi. Hətta Cahangir ağa deyirdi ki, Şamxal elə mənim özümü oxşuyub. Bu kasıb qızı Güləsəri qaçırdır. Bu da doğru. Cahangir ağadan üz döndərir. Əslində bu formal olaraq, yəni belə görünür. Biz əvvəl dərslikdə olan hissəyə görə, yəni qərar verirdik buna. İndi məsələn bizə salınan o digər tərəfdə görürük ki, yəni əlavələr salınıb da. Əslində Şamxal atasından formal olaraq üz döndərir. Yəni bu ürəkdən gəlməmişdi və daim atasından o soraq xəbər alırdı, xəbər tuturdu. Hətta ən sonda belə gedib meşədən onu tapıb gətirən də elə Şamxal idi. Ən sonda. Yəni sadəcə kişinin ondan zəhləsinin getdiyini düşünür. Bir daha qarşılaşmaq istəmir. Biraz utanırdı, səhvindən yəni utanırdı. Çünki atası ilə bir qarşı durma yaranmışdı aralarında. Yəni üz döndərir ifadəsini mən tam olaraq qəbul etmirəm. Bu yanlışdır. Atasının üzünə qayıtmır, qayıdır. Atasının üzünə qayıtmışdı. Hətta onlar əlbəyaxa olurlar. Deməli, bu da yanlış. Haqsızdır. Haqsız olduğunu qəbul etməyək. Çünki Şamxalın da özünə görə haqlı tərəfləri var idi. Yəni böyük oğlan idi və anasının üzərinə başqa bir qadın həyat yoldaşı olaraq gətirilmişdi. Yəni Şamxal burada haqsız değildi. Yəni onun hərəkəti gözlənilən idi. Sadəcə atasına qarşı, atası böyük bir yerin rəhbəri, bəyi, mülkədarıdır. Ona qarşı yəni hörmətsizlik edir, belə deyək, amma haqsız değildi. Hörmətsizlik və haqsızlıq ayrı-ayrı, yəni mənaları, leksik mənaları fərqli olan ifadələrdir. Buna görə burada biz bunu da haqsızdır ifadəsi də yanlışdır. Yəni bunu biz götürmürük. Doğru cavabımız 3, 4, 5 olmalıdır. B variantı kimi qəbul edirəm. Dəli Kür əsəri ilə bağlı uyğunluğu müəyyən edin. Dəli Kür obrazı zamanın diktə etdiyi qəlbə, çərçivəyə sığmayan Azərbaycan ruhunun ifadəsi kimi mənalandırılır. Bəli, doğrudur. Yəni bir bəyin etdiyi səhvin timsalında böyüyür də hər şey. Xalqın tarixi taleyinin əks olunduğu əsərdə çox şaxəli sujet və kəskin konflikt vardır. Bəli, çox şaxəli sujet ifadəsi də doğrudur. Diqqətli olun. Kəskin konflikt ifadəsi də doğrudur. Çünki Cahangir ağa təkcə bir tərəflə mübarizə aparmırdı. Onu hər tərəfdən elə bil sıxma boğmaya salmışlar. Hər tərəfdən üstünə gələn bir istiqamətdən gələn kütlə var idi. Allahyar var idi, Molla Sadıq var idi, bir tərəfdən Kazaklar var idi. Hər tərəfdən sanki bu insanın üzərinə gəlinirdi. Sonra köhnə həyat tərzini sıxışdıran yeniləşmə meyillərinin doğurduğu ictimai, siyasi və mənəvi problemlər öz əksini tapmışdır doğru və geniş şəkildə. Çarizmin müstəmləkəçilik siyasətinin nəticəsi olaraq Cahangir ağanın və kəndlilərin torpaqlarının qəsb edilməsi bu ziddiyyətləri daha da kəskinləşdirir. Bu da doğrudur. Deməli, bizim 4 fikrimizin 4'ü də doğru oldu. Bizə lazımdır doğrudan doğrular 1-2. Cavab oldu A variantı. İsmail Şıxlının Dəli Kür əsəri ilə bağlı uyğunsuzluq tapırıq. Səbəb: Cahangir ağa mələyi qaçırdı və ailəsinə nifaq düşdü. Bu doğru. Şamxal xəncəri qaldırıb mələyi öldürmək istədi. Cahangir ağa güllə ilə vurub xəncərin tiyəsini 2-yə böldü. Bəli, hətta burada oğlan deyir, çox heyrətlənir. Doğrudur. Zərnigar Şamxala sözləri ilə təsir etdi. Şamxal mələyə əl qaldırdı. Nəticəsində bu olmur. Yəni burada bir qədər uyğunsuzluq var. Zərnigar Şamxala təsir edəndən sonra Şamxal qızla başlayır söz mübahisəsinə çıxmağa. Ondan sonra hadisə elə yerə gəlib çatır ki, o ona əl qaldırmalı olur. Yəni qızın ona verdiyi reaksiyaların, mələyin reaksiyalarının nəticəsində ona əl qaldırılır. Zərnigarın dediyinə görə yox. Əgər o sakitcə şəkildə durub getsəydi, Şamxal ağa deyir ona tərk elə bu evi, o zaman belə qarşıdurma olmayacaqdı. Qarşıdurma ona görə baş verir ki, mələk razılaşmır, deyir, məni sən gətirməmsən ki, sən də qovasan. Bundan sonra başlayır əlbəyaxa, yəni qadın ona təbii ki, heç nə edə bilmir. Mələyə əl qaldırır Şamxal. Cavab olacaq C variantı. Cahangir ağa mələyi qaçırdı, Allahyar salatını qaçırdı, nəticəsində ola bilər. Mələk qana bulaşmış başlığı əlinə götürdü. Özü hiss etmədən qışqırır, bəli. Qışqırır deyir ki, yoldaşınındır, onudur. Dəli Kür əsərində hadisələrin ardıcıllığını nəzərə alaraq uyğunluğu müəyyən edin.
Aleksey Asipoviç Əhmədə uşaqlara dərs deməyin böyük bir xidmət olduğunu deyir. Cahandar ağa Mələyin əvvəlki əriyi haqqında Mələklə bu vaxta qədər danışmadığını təəccüb edir. Tapdıq Cahandar ağaya gülləsinin boşa getmədiyini deyir. Gəlin görək nəyi qeyd edə bilirik ara hissələrə. Aleksey Asipoviç Əhmədə post Əhməd deyib gülür. Bu lap əvvəldə, yəni bu hissələrdə özünü göstərir. Ona görə də anı cavabdan çıxa bilərik. Baxın, anı çıxdıq bu hissədən. Mələk başlığı əlini götürüb qışqırır. Mələyin qışqırması, deməli, Cahandar ağaya gülləsinin boşa getmədiyini deyir. Tapdıqla olan söhbətlərdən sonra olur. Yəni, Tapdıq gəlir deyir ki, güllə boşa getməmişdi, amma deyir tuta bilmədik. Biz deyir qabağını kəsənə qədər özünü atdı suya. Bundan sonra yəni mələk qışqırmış olur. Yəni, B variantını B-də olanda heç yerə yaza bilmirik. B-ni də variantdan çıxa biləcəyimiz bircə dənə D variantıdır. Əhməd Aleksey Asipoviçə Çirnyayevski deyilsiz ki, deyə sual verir. Hə, biz bunu bu hissəyə yəni yaza bilərik. Bunu bura yaza bilərik. Bunu da çıxdıq. Cahandar ağa qapının ağzında dayanan nökərini süzür. Nökəri süzmək, yəni tapdığı süzmüş olur da burada. Ona görə də bu hissəyə qeyd edə bilərik. Nökərini süzür deyir və nə oldu deyə soruşur. Sonra Tapdıq da ona məlumat verir ki, tuta bilmədik. Deməli, burada D-də olan cümləni qeyd eləyəcəyik. Sonda da Cahandar ağaya Tapdıq məlumat verir. D-ni də yazdıq. D ilə C-ni seçdik. E-yə də baxaq. Asipoviçə darıxmamaq üçün uşaqları başına yığıb yazı pozu öyrətdiyini deyir. Bu da lap əvvəldə. Burada baş verən məqamdır. Cavab alacaq B variantı. Dəlifil əsərində Aleksey Asipoviçi səciyyələndirən sözlərdir. Axı bizim məktəbdə Əşrəfdən başqa Göytəpədən heç kəs oxumur. Deməli, bu doğrudur, bəli. Asipoviç deyir bu cümləni. Çara və hökumətə yerli məmurlar lazımdır. Bunu deyən deməli idarənin rəhbəri idi, Semyonov idi. Yeni məktəblərdən yeni məqsədlər üçün istifadə etməliyik. Bu da yenə Qori seminariyasının rəhbərinə aiddir. Kənd və kənd gəzməli olsam da tapacağam. Bu doğru. Bəs siz mənim adımı haradan bilirsiniz? Bu da doğru. 1, 4, 5. Dəlikül əsərinin adı hansı təsvir vasitəsidir? Mən bunu az öncə də qeyd eləmişəm. Simvoldur. Yəni təsvir vasitəsi kimi biz simvolu götürəcəyik. Ayrılıqda dəli ifadəsini isə epitet kimi. 20-ci sual. Namərd gülləsi bədii əsər əsasında klassiyeri tamamlayın. Sxemin bu formada verilməyi bir qədər sizə çətin gələ bilər, amma gəlin uyğunlaşdırmağa çalışaq. Baxın, klassiyerimizdəki əsas fikir budur. Yəni, bu fikrin düz və ya səhvliyinə əsasən biz cavabı müəyyənləşdirməliyik. Niftalı Koxa son zamanlar atının qayğısına qalır. Baxın, bu yanlış ifadədir. Hətta hekayə necə başlayır? Deyir, Niftalı Koxa atın örüşünü dəyişəndə bir istədi ki, yəhəri yüyəni də alsın, əvvəllərdə olduğu kimi arxın suyu ilə onun tərini yusun. Amma fikrini dəyişdi. Elə deyir, atı yəhərli yüyənli örüklədi. Həm də hörüyü deyir, biraz da yaxına arxın alt tərəfindən çəkdi. Yəni, əvvəlki kimi artıq atın qayğısına qalmırdı Niftalı. Fikir yanlışdır. Bizə lazımdır yanlışlar. Koxanın son zamanlar səksəkəli yaşamasının səbəbləri var idi, bəli mürşüd. Bir doğrudur, biri çıxdıq deməli variantdan. Niftalı Koxa heç nədən ehtiyat etmirdi. Bu yanlışdır, mürşiddən ehtiyat edir. 3-ü götürürük. Niftalının və biçinçilərin işin tez qurtarmasını arzulamağın müəyyən səbəbləri var idi. Bəli, biçinçilər istəyirdilər ki, tez bir zamanda işləri yekunlaşsın və ailələrinin yanına qayıtsınlar. 2 doğrudur. Niftalının ehtiyatı əldən verməsinin səbəb Kərəmin uzaqlarda olması idi. Niftalı ehtiyatını əslində əldən vermir. Niftalı belə düşünür. Yəni, orada da yanılmağı var idi. Yəni, fikirləşir ki, Kərəm indi buralarda olmaz. Amma belə bir cümlə var. Deyir, Kərəm yəqin ki, bu saat Dilican tərəfdədir. Yayın istisində buralarda olmazdı. Deyir, olsa da qorxusu yoxdur. Yəni, olsa belə ehtiyatını əldən vermir də, deməli, Niftalı. Fikirləşir ki, olsa belə yenə də problem yoxdur. Çünki deyir, Kərəm heç vaxt əliyalın adama güllə atmazdı. Deməli, Kərəmin uzaqlarda olması məsələsi heç də Niftalının ehtiyatsızlığı və ya ehtiyatlı olmağı ilə bağlı əlaqəli deyildi. Kərəm olsa da, olmasa da Niftalıya əliyalın formada heç vaxt atəş açmazdı. Yəni, ehtiyatını tutmuşdu Niftalı. Bunu düşünürsə belə, yenə ehtiyatlı davranır deməkdir. 5 yanlışdır. Niftalı ilə mürşidin yolda qabaqlaşması mürşidin əsl siması haqqında aydın təsəvvür yaradır, bəli. Və oxucu bir daha mürşidə elə bilirəm ki, nifrət edir burada. 3 və 5 bizim yanlış fikirlərimiz. Dəlikül əsəri ilə bağlı doğru fikir. Molla Sadıq din xadimlərinin ümumiləşmiş obrazıdır. Baxın, elə burada yanlışlıq var, ümumiləşmiş deyildi. Allahyar ilk salatını qaçırır. Allahyarın ilk salatını qaçırdığı ifadə də yanlışdır.
Sonra Allahyar hər cəhətdən Molla Sadığa bənzəyirdi. Çünki atı qaçırmışdı da əvvəldə. Allahyar hər cəhətdən Molla Sadığa bənzəyirdi. Hər cəhətdən ifadəsi yanlışdı. Çünki milli həmrəylik ruhu hələ də Molla Sadıqda qalmaqdaydı, amma Allahyara biz bunu aid edə bilmirik. Kəndlilər hər zaman ağa kəndli münasibətini gözləyirdilər. Bu da yanlışdır. Hər zaman olmur. Çünki müəyyən qədər Cahandar ağanın özünə tərəf, yəni özünə qarşı çıxan kəndlilər də var idi. Düzdür, ondan qorxub çəkinirdilər, amma var idi belələri. Çarizmin mənəvi dəyərlərə, mənəvi mühitə təcavüzünə müqavimətin təsvir olunduğu səhnələr oxucuda milli qürur, iftixar, mübarizlik hissi oyadır. Bəli, Molla Sadıq belə, yəni qarşı gəlir çarizmin düşüncəsinə, niyyətinə. Müəyyən qədər onların heç olmasa bu mövzuda birləşməsinə oxucu sevinir. İftixar hissi duyur. Namərd Gülləsi hekayəsində Niftalı Koxanın qaçaq Kərəmə dediyi kişini kişi öldürər qardaş, gəda-güda yox cümləsini izah edən fikir hansıdır? Sevdiyim hekayədir. Elə hesab edirəm ki, Namərd Gülləsi hekayəsi qısa həcmli olmasına baxmayaraq neçə-neçə romanlara bərabər hekayədir. İnsan ölərkən alnından vurular, kürəkdən yox. İnsanı yad insan yox, tanıdığı insan öldürər. Bu da deyildi. Onun məqsədi namərdin əli ilə ölməmək idi. Yəni Niftalı o qədər ləyaqətlə ömür sürür ki, bunu özünə sığışdıra bilmir. Dost əlindən ölmək, düşmən əlindən ölməkdən yaxşıdır. Bunu da götürmürük. Daha dəqiqi lazımdır bizə. Mərd insandan gələn ölüm daha şərəflidir. Bəli, Kərəmin əli ilə ölmək Niftalı üçün daha şərəfli idi. 23. Mürşid, Allahyar, Orxan, İlyas obrazları üçün ortaq cəhətləri götürmək olar. Təbii ki, bunların hər biri namərdlik edirlər. Mənəvi cəhətdən yoxsuldular. Bəli. Biz bunu İlyasa aid eləyirik. Orxan pusu qurmuşdu. Dayanmışdı da, o da Qampolad gələnə qədər dayanıb orada onu pusurdu. Allahyara aid etmirik. Sonra dostluqda sədaqətli deyildilər. Əsli nəsli bilinmir. Allahyar haqqında bu cümlə yazılmayıb. Orxanın da əsli nəcabəti məlum idi da, deyir Dağıstanda həşmətli, hörmətli biri imiş. Öz şəxsi nəfsləri üçün namərdlik edirlər. Şəxsi nəfs ifadəsi yanlışdır. Ona görə götürmürük. Deməli, Namərd Gülləsi hekayəsində Niftalı obrazına əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Atası öləndən sonra mürşidə torpaq verir. Bəli, bu ifadəni doğru götürdük. Sonra Kərəmlə düşmənçilik təsadüf nəticəsində başlayır. Təsadüf nəticəsində başlamır. Yəni burada Kərəm qaçaqçılıq edirdi və Niftalı da vəzifəyə keçəndən sonra istər-istəməz deyir insanlarla arasında qarşı durmalar yaranırdı. Buna görə, yəni müəyyən qədər aralarında soyuqluq yaranmış olur bu dostların. Yəni təsadüfi deyildi. Kərəm haqqında düşüncələri onu yanıltmır. Bəli, bu ifadə də doğru. Kərəm haqqında düşüncələri onu yanıltmır. Bu ifadəni biz yanlış götürəcəyik, yəni yanıldır. Elə bilirdi ki, hətta vurulana qədər Niftalı elə hesab edir ki, Kərəm də onu vuran. Sonra müəyyənləşdirir və deyir ki, sən olmağın yaxşıdır. Hətta bu cümlədən belə deyir, Kərəm çox pis olur, yəni niyə mən olum ki? Çünki gözlənilən idi ki, yəni vursa Kərəm vura bilər də Niftalını. Amma sonra biləndə ki, Kərəm deyil, yəni dəstəsində təzə adam var və bu mürşiddir, namərd. Hətta orada belə bir cümlə də var. Deyir ki, indi arxayın ölə bilərəm, yəni Niftalı səsləndirir. Şükür Allaha, zənnim puça çıxdı. Yoxsa deyir o dünyaya niskilli gedəcəkdim. Çox şükür Kərəm, gözümdən düşmədin. Başımı birazca yuxarı qaldır. Yəni təbii ki, orada təbiətə baxırdı da son dəfə. Deməli, onu yanıltmır desə, bu yanlışdır, çünki yanıldır. Kərəm haqqında düşüncələri onu yanıltmışdı. Tələsməyinə səbəb kənddə tək qalmaqdan qorxmasıydı. Bəli, bunu da biz doğru götürə bilərik. Deməli, həm biçinçilərin tələsmə səbəbi var idi, həm də Niftalının. Burada doğrudan doğru 1-i götürəcəyik, yanlışdan yanlış 3-ü götürəcəyik. Yəni, doğru cavabımız olacaq 1 və 3. Namərd Gülləsi hekayəsinə əsasən uyğunluğu müəyyən edin. Səbəb, Niftalı Koxan mürşiddən ailəsinin hesabını soruşdu. Yəni, niyə etdin bunu? Mürşid atını çapıb aradan qaçdı, belə deyildi. Mürşid Niftalıya hayf alacağını söz verir. Niftalıya yox, onun arxasınca deyir. Niftalı mürşidi qaçarkən vura bilmir. Bu ifadələr yanlışdır, çünki Niftalı onu vurur. Hətta deyir, mürşid düşür atın ayaqlarının altına, at belə onu başlayır təpikləməyə. Burada beyni götürə bilərik, yəni arxasınca desə belə, yenə də bu ifadəni səsləndirir. Kərəm Niftalını alnından nişan alır. Niftalı Namərd Gülləsi ilə ölmək istəmir. Niftalı ilə düşmənçiliyə son qoyur. Niftalının şərəfini qurtarır. Bəli, bunu biz doğru götürə bilərik, alnından nişan almağı. O hissə bizə düşən hissədə yoxdur. Baxın, belə olur sonuncu cümlə. Əlini deyir astaca, naqanın qoburuna apardı, barmaqları əsə-əsə düyməni açdı. Deməli, düyməni nəyə görə açır? Çünki Niftalının istəyini yerinə yetirmişdi alnından. Deməli, o
İşarəni hədəfi alnından qoymuşdu, tüfəngi alnındaydı. Artıq Niftalının həmin anda onu vurur. Deməli alnından nişan almağı doğrudur. 2-yə A, birdə də B-ni uyğunlaşdıra bilərik. Var belə cavabımız 1B, 2A. Bəli, cavab C variantı. Namərd gülləsi hekayəsində Niftalı Koxanın etdiyi hərəkətlərin məntiqi ardıcıllığını müəyyən edin. Tüfəngini ağaca söykəyir, köynəyinin düymələrini boşaldır. Aha, bəli, bu imtahanlarında bir dəfə istifadə olunan tipdir. Tüfəngi ağaca söykəmişdi, bəli, birinci. Sonra nə edir Niftalı? Sonra çəkmələrini soyunur. O hissəni indi yuxarıda mən çəkib yerləşdirəcəm. Görərsiniz, baxarsınız. Həmin hissədir. Sonra çəkmələrini soyunur. Bu doğru. Sonra köynəyinin düymələrini boşaldır. Aha. Və palazı uzanır. Uzanandan sonra da Niftalı dirsəklənir. Bura mütəkkəyə dirsəklənir. Cavab olacaq C variantı. Namərd gülləsi hekayəsinin Niftalı ilə Mürşidin arasındakı münaqişənin yaranma səbəbi nə idi? Burada təbii ki, Mürşidin ailəsini incitməsi idi. Birbaşa cavabı qeyd edirəm. Cavab oldu D variantı. Məsələn, B variantına baxaq, yoxlayaq. Mürşidin Niftalının onun üstündə olan hökmdən sıxılması yox, belə məqam yox idi. Məsələn, yoxlamaq üçün bir variantı qeyd elədim. Namərd gülləsi hekayəsində gəlmə Mürşidin kənddə möhkəmlənib qalmasına səbəbi nə idi? Mürşid obrazı Həmzə ilə müqayisə oluna bilər. Hər ikisi yəni diribaşı idilər. Hər ikisi yəni namərdlik edirlər. Sonda ona çörək verən insana qarşı namərdlik edirlər. Belə. Niftalının tapşırıqlarına əməl etməsi. Niftalıdan qabaq onun atası da var idi. Yəni həmin dövrdən artıq bu möhkəmlənməyə başlayır da kənddə. Cavab A yanlışdır. Niftalı ilə dostlaşandan sonra Niftalının ona torpaq verməsi bu da deyildi. Mala yaxşı baxması deyildi. Niftalı ilə dostlaşandan sonra Niftalının ona torpaq verib qohum qızı ilə evləndirərək ev işi etməsi, bəli, bunu götürə bilərik. Çünki bundan sonra möhkəmlənir daha da kənddə. Diribaş olması bu özünə məxsus olan əlamətdir. Diribaş olmaqla təkcə kənddə möhkəmlənməmişdi. Deyir ki, o Təbrizə, Gəncəyə, fərqli yerlərə gedirdi. Yəni diribaşlığının təsiri məhz o yerlərə getməsində özünü göstərir. İsmail Şıxlının Namərd gülləsi hekayəsində qarşılaşdırılmır. Mərdlik, namərdlik bəli göstərilir, yəni qarşılaşdırılır. Xeyirxahlıq, düzlük. Fikir versəniz bunların hər ikisi müsbət mənalı ifadələrdir və müsbət mənalı ifadələr bir-biri ilə qarşılaşdırıla bilməz. Deməli cavablarımızdan biri 2-dir. Ləyaqət, bədxahlıq, bunu da biz götürürük cavab kimi, yəni bu da deyildi. Mənəvi zənginlik, mənəvi yoxsulluq bəli Niftalı və Mürşidin simasını özünü göstərir. 2-3. Namərd gülləsi hekayəsində haqqında deyir, doğru fikir ola bilməz. Biz yanlış variantı seçməliyik. Yazıçının mərdlik və namərdlik, xeyirxahlıq və bədxahlıq anlayışlarına münasibəti Namərd gülləsi hekayəsində ayrı-ayrı insan taleylərinin təsvirində özünü dolğun göstərir. Kələmin taleyi, düşüncəsi, Niftalının taleyi. Sonra müəllifin obrazlara, eləcə də obrazların bir-birinə münasibəti aydın şəkildə ifadə edilir. Bəli, müəllif oxucuya Kərəmi, Niftalını elə təqdim edir ki, biz onları sevməyə bilmirik. Hətta onlar düşmən münasibət yaratsalar belə, öz aralarında soyuqluq olsa belə, bizim hər ikisinə bir hörmətimiz, inamımız, güvənimiz yaranır bir oxucu olaraq. Bunu da sübutu olaraq harda görürük? Kərəm sonda gəlir, yaralanan Niftalını, yəni başını ayağının üstünə qoyur. Təbəqədən olan insanlar arasında münasibət müəllifi düşündürən məsələlərdəndir. Cavabımız bu olacaqdır. Yəni bu deyildi. Şərti bir daha təkrarlayaq. Deyir ki, fikir yəni doğru olmasın hansı variantda? Elə cavabımız C variantıdır. Təbəqədən olan insanlar məsələsi də deyildi. Çünki Mürşid də müəyyən zamandan sonra özünü yəni inkişaf etdirmişdi, möhkəmlənmişdi. Orqanlarının fəaliyyətinin qaçaqçılığın yaranmasında səbəb olması fikri müəllifi düşündürən məsələlərdən deyil, bəli. Yəni əsas məsələ burada qaçaqçılıq niyə yaranıb deyildi. Mürşidin namərdliyi idi. Ona pənah gətirən yad adamı evinə qəbul edib, ona iş verən obraz yer alıb, bəli, bu da təbii ki, Niftalı və onun atasıdır. Namərd gülləsi hekayəsinə əsasən doğrunu müəyyən edin. Mərd mərdi qanar, bərkdə oduna yanar. Atalar sözündə ifadə olunan fikirlə Namərd gülləsi hekayəsinin ideya məzmunu arasında səsləşmə var. Təbii ki, mərdi mərd qanar, zərgərdini zərgər bilər. Yəni Kərəm anlayardı Niftalını. Mürşid kimlər təbii ki, anlamazdı Niftalının dediyi cümləni, hərəkətlərini, heç nəyini. Deməli fikir doğrudur. Hekayədə iki dünya görüşü, iki həyat mövqeyi qarşı-qarşıya qoyulur. Bəli, Mürşid və Niftalı kimlərin düşüncəsi, əqidəsi. Konfliktin bir tərəfində Niftalı, Kərəm, digərində Mürşid durur. Fikir doğrudur. Niftalı Koxan milli xarakteri təcəssüm etdirən surətdir Cahandar ağa kimi, doğrudur. Mürşid ona kobud cavab verəndə də bu nanəcibliyin qarşısında Niftalı Koxa soyuqqanlılıq göstərir, ağsaqqallıq nümunəsi göstərir. Bəli, bu da doğrudur. Deməli, 1 və 2 bizim doğrudan doğru olan fikirlərimizdir. Cavab olacaq C variantı, yanlışdan heç nə götürmürük.
İsmail Şuxunun Namərd Gülləsi hekayəsi haqqında doğru fikir ola bilməz. Elinə, obasına, doğma yurda məhəbbəti Niftalı Koxanın həyatının son anında daha qabarıq nəzərə çarpır. Bəli, başımı qaldır deyir Kərəmə, Kərəm onun başını qaldırır və Niftalı başlayır kürü, qarayazı meşələrini seyr etməyə. Hər şeyi seyr edir. Zaman dəyişir, cəmiyyətdə mərdlik, kişilik qanunları sınağa çəkilir. Bəli, mürşid kimilər Niftalını, Kərəmi sınağa çəkməyə başlayırlar. Cəmiyyətin müqavimətindən, etirazından çəkinməyən mürşidlər namərdlik toxumu səpirlər. Bu da doğrudur. 1, 2, 3 deməli cavabda olmamalıdır. Həyatda bir-birinə eyni mövqedə duran Kərəm və Niftalı mərdlik kişilik qanunları ilə yaşayır. Bir-birinə eyni mövqedə dayanmamışlar. Yəni biri qaçaq idi, digəri ayrı qütbdə. Yəni eyni mövqeyə deyildi, amma eyni əqidədə durub desə, bu doğruydu. Yəni 4 buna görə yanlışdır. Mürşidin namərdliyinin əsli kökü olmayandan arxa çıxmaz fikri ilə əlaqəsi yoxdur. Bu da yanlışdır. Çünki mürşid kimisindən ancaq biz bu hərəkəti, bu namərdliyi gözləyə bilərdik. Əsli kökü bəlli olmayan biri idi. Deməli 4, 5 hər ikisi yanlış oldu. Cavab olacaq E variantı. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Namərd Gülləsi. Milli, mənəvi dəyərlərin göz bəbəyi kimi qorunması. Bu, bəli, əsərin ideyası ola bilər. Fikir oldu, doğru. Bizə də lazımdır uyğunlar. Namərd adamlara inamsızlıq. Belə bir ideya yox idi burada. Konflikt. Mayasında xalqın formalaşmış, zamanın sınaqlarından çıxmış mərdlik qanunlarından uzaqlaşmaq meyilləri və bu cəhdlərə etiraz, müqavimət durur. Müqavimət odur ki, yəni konflikti mən keçən izahlarımın birində bildirmişəm, əvvəlki izahların birində. Konflikt odur ki, burada iki tərəf olsun və bunlar bir-biri ilə yola getməsinlər. Qarşı-qarşıya dayanaraq konflikt yaratsınlar. Yəni bu doğrudur da. Niftalı kimlərə qarşı? Mürşid beyinli insanlar. Yəni bunu biz doğru götürdük. Cəmiyyətdə yaxşılığa bəd əməllər ilə cavab insanların şeytanlıq toxumu səpməsi, bunu da problem kimi qəbul edə bilərik. Və yadda saxlayın ki, ideyamız nədirsə, qoyduğumuz problem məhz ideyaya qarşı gəlməlidir. Yəni ideyanın reallaşmağına problem yaradacaq ifadələr əsərin problemidir. Baxın, deyir şeytanlıq toxumu səpdilər. İdeya nə idi? Milli mənəvi dəyərlərin göz bəbəyi kimi qorunması. Milli mənəvi dəyərlərdən biri də namərd yox, mərdcəsinə, kişilik qanunları ilə yaşamaqdır. Mürşid kimilər toxumlar səpirlər, namərdlik toxumu. Deməli, ideyaya qarşı çıxırlar. Əsərin problemidir. Milli mənəvi dəyərlərin əsl nəcabətlə bağlı olması bu problem deyildi. Yəni, əsl nəcabətlə bağlı olmalıdır da. Elə 1, 3 və 4. Cavab oldu D variantı. Namərd Gülləsi hekayəsinin haqqında doğru fikir ola bilməz. Namərdə yaxa vermə, mərdə arxa ol. Atalar sözü əsərin ideyası ilə səsləşir, doğrudur. Konfliktin bir tərəfində Niftalı Koxa, digər tərəfində isə Mürşid. Niftalı ilə Kərəm bir tərəfdə, Mürşid də digər tərəfdə, fikir doğrudur. Sonra Niftalı Koxanın atası dilənçi kökündə qapısına pənah gətirən Mürşidə arxa dayaq olur, doğrudur. Niftalının ailəsində bütövlük, bir-birinə dayaq durmaq ruhu hakimdir, bəli. Məhz buna görə qanı qanından, canı canından olmayan birinə Niftalı da atası kimi dayaq durur, dəstək olur. Niftalı Koxa ailəsinin, el-obanın təəssübünü çəksə də, Koxalığa keçəndə bütün bu dəyərləri onda görmək olmur. Əksinə, yenə öz ləyaqətini qoruyur. Niftalı ölənə qədər şərəf və namusunu qoruyan insan olur. Cavab oldu Y variantı. Namərd Gülləsi bədii əsərində hadisələrin ardıcıllığını nəzərə alaraq yanlış, doğru fikirləri cədvələ əsasən müəyyən edin. Mürşidin əlində əsa, çiynində nimdaş heybə, başında tükü tökülmüş papaq, Niftalı Koxagilin qapısında dayanır. Bəli, bu doğru. Deməli, birdə yazılacaq cümləmizə baxaq. Deyir ki, uyğunluğu müəyyən et. Səsküyə, bayıra çıxan itlərə acıqlanırlar. Bu doğrudur. Yəni birinci itlərin səsküyü gəlir mürşid qapını döyəndə. Ondan sonra Niftalı Koxagil itlərin səsinə çıxmış olurlar. Fikir doğrudur. Bizə lazımdır yanlış. Yanlışın altında yanlış olmalıdır. Cib dəsmallarının uclarını düyünləyib başlarına keçirilmiş biçinçilərin oraqları cingildəyirdi. Bu hissədə yazmalıyıq. Bu lap əvvəldə baş verən məqamdır. Mürşid hələ gəlməmişdi. Yəni bu cümlələr səslənəndə, yəni əvvəldə deyildiyi üçün mürşidin gəldiyi hissələr verilməmişdi. Deməli 2-ni yanlış olaraq götürəcəyik. Sonra nə idi burada ardıcıllıqda? Niftalının atasının mürşidin çuxura düşmüş gözlərindən xoşu gəlmir. Bəli, 2-ni bu araya yaza bilmərik. Yanlış da yanlışdır. Sonra kənddə mürşidə gəlmə mürşid deməyə başladılar. Keçək digər tərəfə, doğru tərəfinə. Niftalı Koxanın atası mürşiddən qaçqın olduğunu soruşur. Baxın, bunu bura yaza bilərik. Deyir, o kişinin mürşidin çuxura düşmüş gözlərindən xoşu gəlmir və qaçqın olduğunu soruşur. Bura qeyd edə bilərik. Kənddə deyir mürşidə, sonra başladılar gəlmə mürşid deməyə. Niftalı Koxa atası ilə doqqaza çıxır. Bu 4 yanlışdır. Yəni, baxın, bu cümlədən çuxura düşmüş gözlərindən xoşu gəlmirdən əvvəl baş verir. Əvvəlcə gələk doqqaza çıxardılar. Ondan sonra Niftalının atası bu mürşidi görərdi, gözlərindən şübhələnərdi, xoşu gəlməzdi. Yəni məntiqlə belə olmalıdır da. 4-də yanlışdır. Doğru, yanlış tərəfdən 2-ni götürürük. Yəni ora yazıla bilən. Doğru tərəfdən də 3-ü götürürük.
Yəqin ki, sxemi tam anladınız da siz. Bu testə cavab olmalıdır B variantı. Cahandar ağa və Qaçaq Kərəm bunların deməli müqayisəsində ortaq cəhət kimi göstərilə bilməz. Deyir, yazıla bilməsin. Milli mənəvi dəyərlərə bağlıdır. Aha, bunların hər biri bağlıdır. Mərddir, bəli. El obasının təəssübünü çəkir, doğrudur. Kəndlilərə sinfi mövqedən yanaşaraq ağa olduğunu göstərir. Bu Cahandara aid olan fikirdir. Düşmənçilik etdiyi obraza yer verilib. Düşmənçilik etdiyi obraz məsələsi də var idi. Cavab olacaq burada D variantı. Növbəti sual. Namərd Gülləsi hekayəsi haqqında doğru fikir ola bilməz. Yoxsulluğun daşını atmış, yavaş-yavaş əlinə pul gəlmiş mürşüdün öz ailəsini incitdiyini eşidəndə dözmür, onu düz yola qaytarmağa cəhd edir. Niftalı Qoxa ailəsinin el-obanın təəssübünü çəkməsi ilə bağlıdır. Bəli, bu doğru ifadədir. Sonra mürşüd ona kobud cavab verəndə də bu nanəcibliyin qarşısında Niftalı Qoxa soyuqqanlılıq göstərir, ağsaqqallıq nümunəsi göstərir. Niftalı Qoxanın daşıdığı milli mənəvi dəyərlərlə bağlıdır. Bəli, böyüklük edir. Niftalı Qoxa son dəfə ana kürə, Ceyrançöl düzənliyinə, sahil boyu uzanan qarayazı meşələrinə, kənd evlərinə, biçənəklərə, kövşənlərə, dərs tayalarına, malqara haylayan uşaqlara diqqətlə baxır. Ona əziz olan hər şeylə vidalaşır. Bəli, doğrudur. Sonra Kərəm surəti də milli mənəvi dəyərlərə münasibət müstəvisində milli dəyərlərin daşıyıcısıdır. Bəli, o da kişilik qanunları ilə yaşayır. Niftalı Qoxa Kərəmlə uşaqlıq xatirələrini xəyalına gətirib dərindən ah çəkir. Bu uşaqlıq xatirələrini xatırlayan Niftalı deyildi, Kərəmdir. Cavab o D variantı. Namərd Gülləsi hekayəsində yerə nöqtələrin yerinə yazıla bilməz. Kərəm. Həyat, hadisələrin gedişi bir vaxtlar dost olan, uşaqlıq illərini bir yerdə keçirmiş Niftalı Qoxa ilə onu düşmənə çevirmişdir. Fikir doğrudur. Bizə lazımdır ki, yazıla bilməsin. Həyatda bir-birinə əks mövqelərdə dursalar da, hər ikisi mərdlik, kişilik qanunları ilə yaşayır. Bəli, bu da doğrudur. Niftalı Qoxanın harayına yetişməsi, ona kömək etmək arzusu, Niftalının mərd gülləsi ilə ölmək istəyi məhz bu dəyərlərə bağlılıqdan irəli gəlir. Bu da doğrudur. Çar məmurları ilə qarşılaşmada əyilməzliyi ilə xalqımıza xas olan mənəvi dəyərləri təcəssüm etdirir. Bu, əsasən Niftalıya aid olan cümlədir. Niftalı Qoxanın son arzusunu yerinə yetirir və inanmırdı ki, kəndlərində mürşid kimi namərdlər tapılsın. Bəli, yəni onlardan xəbər çatdırsınlar Çar məmurlarına. Cavab olacaq D variantı. Əsərdəki kəndli obrazları saf niyyətləri, halal əməyə bağlı olmaları ilə diqqəti cəlb edir. Ağır güzəran keçirən bu insanlar Cahandar ağanın sahiblik etdiyi kənddə mülkədar kəndli münasibətlərində öz sinifi mövqelərinə uyğun hərəkət etsələr də, hansı məsələlərdə milli mənəvi dəyərlərdən çıxış edirlər? Təbii ki, namus, qeyrət məsələlərində. Bu hətta dərslikdə təhlil hissəsində də verilib. Yəni yenilik deyildi, çünki uşağını oxutmaq istəməyənlər də var idi. Dini məsələlər deyildi. Kazaklarla silahlı məsələdə deyildi, Molla Sadığa qarşı da yox. Namus, qeyrət məsələlərində hamı eyni əqidədən, yəni düşüncədən çıxış edirlər. İsmail Şıxlının Dəli Kür hekayəsinin hekayə yox, burada hekayə sözünün özü də yanlışdır. Haqqında doğru fikirləri müəyyən edin. Pristav Çar məmurlarının tipik nümayəndəsidir. Bu doğrudur, bəli. Çarizmin siyasi, iqtisadi mövqeyi gücləndikcə, milli mənəviyə təcavüzü artdıqca, pristavın da yerli hariyə münasibəti dəyişir, davranışı sərtləşirdi. Bu doğrudur, bəli. Dərsliyin təhlil hissəsində verilən cümlədir. Cahandar ağanın mələyi qaçırmasından sonra Salatını öldürməyə cəhd etməsi, qaçırmağa çalışması, Qəmərin yalını, quyruğunu qırxması və s. oxucu tərəfindən Allahyara haqq qazandırır. Xeyr, bu ifadələrin hamısı yanlışdır. Allahyara heç bir halda oxucu haqq qazandırmır. Yanlışdır. Əsərdə Çar hökuməti nümayəndələri ilə onlardan xeyir gözləməyən yerli əhali arasında qarşılıqlı inamsızlıq, divan dərənin cəmaatın mövcud həyat tərzinə müdaxiləsi və s. real həyatı lövhələrlə əks etdirilir. Fikir doğrudur. Molla Sadıq obrazı bütün din xadimlərinin təmsilçisi deyil, o məfhumatın, fanatizmin müdafiəçisi, yeniliyin, təhsilin əleyhdarı kimi o dövrün reallığını, həyat həqiqətini əks etdirir. Bu da doğrudur. Deməli bizə doğruları istədiyi üçün doğrudan doğru 1 və 2-ni götürürük. Yanlışdan da heç nə götürə bilmirik. Cavab olacaq D variantı. Dəli Kür əsərindəki Cahandar ağa ilə bağlı doğru fikirdir. Nökərlərinə münasibətdə qəddarlığı ilə seçilir. Əksinə, yəni nökərlərinə ilə münasibət bəsləmirdi. Yəni bu baxımdan Rüstəm bəylə oxşardı. Öz xudbin mənəmlik hisslərinə övladlarını qurban verir. Bu da yanlışdır. Yurd yuvası dağılır, övladları üzünə ağ olur. Yurd yuvası dağılmamışdı Cahandar ağanın. Bacısına görə Molla Sadıqın intiqamını alır. İntiqamını ala bilmir Molla Sadıqdan. Etdiyi hərəkətin yanlış olduğunu dərk edir. Bəli, doğrudur. Deyir, cədvəldə qeyd edilmiş əsərləri ilə bağlı doğru fikirləri müəyyən edin. Tarixi qanuna uyğunluqların Azərbaycan xalqının həyatına daxil olma prosesi əks olunub, bəli. Bu ifadə doğrudur, Dəli Kürə aid olan məqamdır. Cahandar ağanın qarşılaşdığı maneələr şəxsi mahiyyət daşıyır. Bu yanlışdır, 2 yanlışdır. 2-ni variantdan çıxdıq.
Cahandar ağa istər şəxsi, istərsə də çarizmin hakimiyyətinin nümayəndələri ilə qarşılaşanda güclü xarakterli olduğunu nümayiş etdirir. 3 doğrudur. Baxın 3 də doğru olanda cavab E qalır, amma yoxlayaq. 1 və 3-ü cavab olaraq buradan götürdük. Yazıçı Mürşidin simasında cəmiyyətə namərdlik toxumu səpən insanların iç yüzünü göstərir. Fikir doğrudur. Zaman bəzən uşaqlıq dostlarını da düşmənə çevirə bilər. Bəli. Kərəmlə Niftalının simasını görürük. Niftalı Qoxa vaxtı ilə haqsızlıq etdiyi üçün ondan intiqam alınır. Xeyr, haqsızlıq etməmişdi. Cavab elə E variantı. Klasterin şaxələrindən istifadə etməklə uyğunluğu müəyyən et. Mürəkkəb və ziddiyyətli obrazdır. Həm Rüstəm bəy, bu doğrudur, həm də Cahandar ağa. Bəli, təhsilin önəmini anlayır və övladına təhsil verir. Bu hər ikisinə aid olan məqamdır. Deməli, burada 1-2-ni tutaq ki, burada qeyd eləyək. 3-ü hər ikisinə aid olan məqam kimi yaza bilərik. 3-ü yaza bilərik. Burada ikisinə də aiddir. Apardığı mübarizə həm şəxsi, həm də ictimaidir. Bu aiddir Cahandar ağaya. Deməli, 4-ü yazdıq bura. Öz səhvini dərk etsə də baş verənləri düzəldə bilmir. Bəli, Cahandar ağa səhvini dərk etsə də düzəldə bilmir. Amma bunu müəyyən mənada Rüstəmə də aid edə bilərik. Səhvini dərk edir ən sonda. Yəni, əvvəldə deyirdi ki, Mahmud, yəni Rəşid öldü, Mahmud ölsə nə olacaq? Amma Mahmud öləndən sonra deyir, evimə od vuracam, yandıracam, yəni qəbul eləmək istəmir. Amma bunu düzəldə də bilmir, oğlunu qaytara bilmir geri. Bu 5-i Rüstəmə də aid eləyə bilərik. Öz səhvini, onu dedik. Əsərin əvvəlindəki təşəxxüslükdən əsər əlamət qalmır. Bəli, bunu da biz Rüstəmə aid edirik. Çünki deyir, mənə təşəxxüs satmaqdan ötürü, yəni Kərim xanın evini xaraba qoydum, cümş itkindən, monoloqundan öyrənirik ki, Rüstəm bəy Mahmudun ölümündən sonra bir yumağa dönüb. Yəni, o egoistlikdən əsər əlamət qalmır. Baxaq, buradan nəyi uyğunlaşdıra bilərik? 1 yazsaq, 3, 4, 5 yazmalıyıq. 1-ə 1 yazsaq, 3, 4, 5. 1-ə 2-ni yazsaq, 3, 4, 6 yazmalıyıq. Yoxdur. 1-ə 1 ilə 2-nin ikisini də yazsaq, 3 və 5-i yaza bilərik də bu tərəfə. Deməli, 1 və 2-ni yazsaq, baxın, hər bir variantı uyğunlaşdırdıq, belə gəlməlidir. Deməli, biz bunları qoşa götürməliyik. 1-ə 1 və 2-ni yazırıq bu tərəfə. Bunların ortaq cəhəti kimi də 3 və 5-i götürə bilərik. Cavabımız olacaq C variantı. 46 yenə də elə bir sxemdir. Klasterin şaxələrindən istifadə etməklə uyğunluğu tapırıq yenə. Mərddir, elin təəssübünü çəkir. Kərəm Cahandar ağa hər ikisinə aid olan cümlədir. İmtahanda da bunları belə yazırsınız əvvəlcə. Sonra da uyğunlaşdırırsınız fikirləri. Namərdliyə qarşı barışmaz mövqedə dayanmışdır. Hər ikisinə aid olan fikirdir. Düzəldək bunu. Sonra yanındakı adamın namərdliyi onu daxilən sarsıdır. Mürşidə aid olan cümlədir. Yəni Kərəmin qarşısına yazırıq. Ellə bağlı münasibətdə yaxın adamına belə güzəştə getmir. Bu Cahandar ağaya aid olan fikirdir. 5-i yazdıq Cahandar ağa. Sonra əsərdə keçirdiyi psixoloji anlar dolğun təsvir edilmişdir. Cahandar ağaya yazırıq, eləcə də Kərəmə yazırıq bunu. Çünki Niftalı öldüyü ərəfədə onun da psixoloji anlar keçirdiyi vurğulanır. Kərəm hətta uşaqlıqlarını düşünür və s. Yəni çox şey keçir onun düşüncəsindən. Deməli, 1-ə 1 yazsaq, 2-yə 3, 4, 6 yazmalıyıq. Var belə cavabımız yoxdur. 1-ə 2-ni yazsaq, 3, 5, 6 yazmalıyıq. Belə cavabımız var, o da yoxdur. Deməli, biz bunları qoşa götürməliyik. 1, 2-ni yazırıq 1-ə. Bax, bura 1, 2-nin ikisini də yazırıq. 1, 2 yazılanda sol tərəfə biz bu hissəyə, Rum rəqəmi 2-yə, bunları üçün ortaq olan cəhəti yazmalıyıq. Yəni, ortaqlarımız da 3 və 6-dır. Deməli, cavab olacaq E variantı. Bir tərəfə 1, 2, digərinə də 3, 6 yazmalıyıq. Roman əsasında cədvəldəki uyğunluğu müəyyən edin. Konflikt, Cahandar ağa, Molla Sadıq konfliktin tərəfləri idi. Bəli, bayaq qeyd etdiyim kimi konflikt varsa iki tərəf mütləq olmalıdır. İntiqam hissinin əsiri olmaq. Bu Molla Sadığa aid ola bilən bir cümlədir. Çünki konkret bu adam Cahandar ağa ilə yəni mübarizə aparırdı. Şəxsi yəni mahiyyət daşıyırdı bu mübarizədə. Bura yazdıq. Sonra qonaqpərvərdir və xalqın bu ənənəsinə çıxanlara qarşı amansızdır Cahandar ağa. Yenilik tərəfdarları ilə köhnəliyin müdafiəsinə qalxanlara qarşı durması. Bəli, bunu biz hər ikisinə aid eləyə bilərik, çünki ikisində də var idi da. Yenilik tərəfdarları ilə köhnəliyin müdafiəsinə qalxanların qarşı durması. Bəli, konflikt bu idi. Yazdıq bura. Başqasının əli ilə düşmənini aradan qaldırmağa çalışır. Bu təbii ki, Molla Sadıqdır. Allah yardan istifadə eləyir, Kazaklardan istifadə eləyir. Mütərəqqi ideyalarla mühafizəkar ideologiyanın toqquşması. Bu da, bəli, iki tərəf toqquşursa, iki əqidə, iki insan, istənilən iki nəsil tutaq ki, toqquşursa, deməli konfliktdir. Bir tərəfdə 1-ə yazmalıyıq C-yi.
Hardadır o variant? Aha, uyğun gəlir hələ ki. 2-də B, 3A, D. Cavab oldu C variantı. Dəli Kür əsərində Cahandar ağaya münasibətdə doğru fikri müəyyən edin. Ailə üzvlərindən mələklə bağlı ona haqq qazandıran da var. Yoxdur. Belə bir üzv yoxdur. Oğlanlarının ikisi də onun milli varlıq uğrunda mübarizəsini davam etdirir. Yanlışdır. Şamxala aiddir. Hökumət qüvvələri onu aradan götürmək istəyirlər. Doğrudur. Kəndlilər bütün məsələlərdə sinfi mövqeyindən çıxış edirlər. Bu yanlışdır. Yəni kəndlilər, bəlkə kəndlilərlə münasibətdə çıxış edirlər, belə salına bilərdim. Gənclərin təhsilə cəlb olunmasına yardımcı olacağına inananlar var, bəli, təbii ki, inanırdı. Burada doğru fikirdirsə Cahandar ağaya aid. Biz götürməliyik 3-ü və 5-i. Baxaq. Cavab olacaq, bəli, D variantı. 50-ci sual. Dəli Kür əsərində Əşrəf və Şamxal obrazları ilə bağlı uyğunluğu tapın, oxşar və fərqli cəhətlər. Milli varlıq uğrunda mübarizəyə münasibəti bu Şamxalda daha aydın görürdü. Yəni bu mübarizəyə münasibəti atası kimi idi, atası kimi düşünürdü. Fərqli cəhət kimi göstərə bilərik. A-nı yazıq 2-yə. Müstəmləkəçilərə olan münasibəti. Baxın, bir var müstəmləkəçilərlə mübarizəyə, yəni mübarizədə onun aktivliyi, müşahidə, yəni onlara olan reaksiyası. Bir də var müstəmləkəçilərə birbaşa münasibəti. Təbii ki, heç bir qardaşın münasibəti yaxşı deyildi müstəmləkəçilərə. Heç biri yaxşı deyildi. Hətta əsərin bir hissəsində belə bir məqam var. Şamxalda bu aydın məsələdir. Yəni atasının yolunu davam etdirir. Eləcə də Əşrəf Kazaklarla meşədə, yəni sözləri çəp gəlmişdi və Kazakın birini döymüşdü. Əşrəfin onunla bir davası düşmüşdü meşədə. Deməli müstəmləkəçilərə qarşı eyni əqidədə idilər. Yəni hər iki qardaş eyni münasibəti sərgiləyirlər. B-ni biz ortaq cəhət kimi verməliyik. Sonra Cahandar ağaya olan münasibətin səbəbi. Cahandar ağaya münasibətdə hər ikisi oxşar cəhəti kimi yəni götürürük bunu. Çünki hər ikisində bu idi ki, əsas səbəb atası, yəni böyük övladları olmağına baxmayaraq evə ananın üstünə başqa bir qadın gətirmişdi və buna görə oğlanlarla ata arasında bir soyuqluq, uzaqlaşma, yəni qarşıdurma meydana gəlmiş olur. Hər ikisində yəni bu məqam var. Oxşar cəhət kimi götürə bilərik. Sonra Çernyayevski olan münasibəti yenə də ortaq cəhət kimi bunu götürürük. Çünki yəni bu Əşrəfdə məlumdur, təhsilə meyilli oğlandır. Eləcə də Şamxal da atası kimi, Cahandar ağa kimi qonaqlara hörmətlə yanaşırdı. Yəni bu münasibətdə də oxşarlıq var. Milli birliyə münasibətdə biz daha çox yəni Şamxalın bu yolda olan hərəkətlərinə, əməli hərəkətlərinə yəni diqqət yetirmiş oluruq. Milli birlik məsələsi orada özünü göstərir. Bunu da hardasa fərqli cəhət kimi götürə bilərik. B, C, D, belə bir cavabımız yoxdur, amma belə götürürük. B, C, D, A, Y bilən fikir. Güclü xarakterə malikdir Cahandar ağa, Şamxal, bəli, hər ikisi doğrudur. Milli varlıq uğrunda mübarizə tərəfdarıdır, bəli, ikisinə dair olan cümlədir. Mələyi evə gətirməklə evdə gərginlik yaradır təkcə Cahandar ağa. Atası tərəfindən heysiyyatı incədilən anasının müdafiəsinə qalxır təkcə Şamxal. Ailədaxili gərginlik ona əzab və istirablar bəxş edir Cahandar ağa. Valideyn xeyir-duası almadan evlənir. Bu Şamxala aid olan məqamdır. Burada cavab yalnız 1 olmalıdır. Yalnız 1. Dəli Kür əsəri ilə bağlı uyğunluğu müəyyən edin. Milli həmrəlik hissini nümayiş etdirir. Öz mənafi, naminə, dünyəvi təhsilə qarşı çıxır. Bu Molla Sadığa aid olar da. Yəni biri 1-ə yaza bilərik. Biri 1-ə yazanda bütün variantlar uyğun gəldi. 2-yə də 2-ni yazaq. Cahandar ağadan düz gəldi. 3-ə lazımdır uyğun ortaq fikirlər. 4-ə də təkcə Cahandar ağaya aid olan fikirləri yazmalıyıq. Baxaq. Kənd əhalisinə məxsus meşənin qəsb edilməsinə etiraz edir. Bəli, ortaq fikir kimi yazdıq bura. Qarşılaşdığı maneələri dəf etmək üçün son nəfəsinədək müərdliklə mübarizə aparan Cahandar ağadır. 4-ə 3 yazılmalıdır. Baxın, heç bir variantda yoxdur, bir dənə A variantında. 4-ə 3, 3-də 4. Sonra faciəsini şərtləndirən təkcə tarixi hadisələrdir. Yanlışdır. Əvvəldəki testdə qeyd eləmişdim ki, tarixi hadisə deyildi, yeniliyi təmsil edir. Cahandar ağa tam olaraq yeniliyi təmsil etmir. Burada yeniliyi təmsil edən məsələn Əşrəfdir. Yəni Cahandar ağanın elə xarakterləri var idi ki, kişilik qanunları ilə yaşayır da, yəni bacısını, qızını bir səhv olmadan belə öldürməyə hazır insandır. Yəni namus, qeyrət Cahandar ağa üçün vacib məqamdır. Yəni yeniliyi təmsil eləmirdi. Bunu da belə çıxdıq. Ona görə cavabımız olacaq burada A variantı. Sonuncu sualımız. Məfhumatın fanatizmin tərəfdarıdır. Təbii ki, Molla Sadıq elə şeyxdə hər ikisi bura aiddir. Ortaq olacaq hər halda. Baxaq variantlara. Deməli, insanları qaranlıqda saxlamağın tərəfdarıdır. Bu, hər ikisinə aid olan məqamdır. Deməli, əvvəldə yazdığımız test kimi işarəliyik. Bunda 1-2 yazaq. 3-ü hər ikisinin qabağına qeyd edək, çünki ikisinə də aiddir. Məqsədini həyata keçirmək üçün başqasını intiqam almağa təşviq edir. Aha, bu da çox maraqlı məqamdır. Biri İbrahim xanı yəni təşviq edir. Digəri də Allah yarı, Kazakları
Deməli 4-ü də ortaq yazdıq. Yaşadığı yerdə kənd uşaqlarına dərs deyir. Molla Sadığa aiddir. Yazdıq 1-ə. Daha doğrusu 5-i. 5 yazmalıydıq bura. Vətənin islahatçı hökmdara təmsil edir vətənini. Bu da şeyxə aid olan fikirdir. Deməli 1-də 1 yazsaq 3, 4, 5 yazmalıyıq. Elə məqam yoxdur. 1-də 2 yazsaq 3, 4, 6 yazmalıyıq. O da yoxdur. Deməli biz ortaq götürməliyik. 1, 2-ni yazanda bu hissəyə ortaq olaraq 3 və 4-ü götürəcəyik. Varmı belə bir məqam? Bəli, cavab oldu B variantı. Bu qədər testlərimizin izahı bitdi. Ümid edirəm ki, bu izah da sizlər üçün çox faydalı oldu. Dərslərimə qoşulmaq üçün ekranda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sizinlə mən idim Aytaç müəllimə. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.